Ümid eləyirik. İndi Nəsimi rayonunda da bir binanı sizə göstərəcəyik və orada da ümid eləyirik ki, vəziyyət düzələcək. Amma vəziyyət hazırda necədir, özünüz görün. Binaya bir baxış vəziyyətin nə qədər acınacaqlı olmasını deməyə bəs edir. Uçuq, sökük, pilləkənlər. 2 mərtəbəli yaşayış binasında vəziyyət acınacaqlıdır desək yalan olmaz. Biz Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 24 ünvanındayıq. Burada yerləşən bu binanın təxminən bir əsrə yaxın yaşı var. Amma burada yaşayan insanların həyatı daha da təhlükədədir. Çünki düşünürsən ki, indi bu an bu 2 mərtəbəli bina sənin başına uçacaq. Hətta burada yaşayan qonşulardan biri 2 mərtəbəli binanın üstündə əlavə otaq da tikərək kirayə verib. Bu isə təhlükəni biraz da artırır. Binanın hər hansı bir yerinə əl ilə toxunanda görürsən ki, bina ovulub tökülür. Binanın pilləkənlərinin məhəccərləri isə əsir. Bu isə hər an təhlükə deməkdir. Siçovul, həşarat əlindən həyətdə gəzmək mümkün deyil. Yağış yağanda isə vəziyyət daha da acınacaqlı olur. Su evlərin içərisinə dolur. Mənim bir dənə şikayətim odur ki, bunların hamını sökmə, bu da sökülməlidir. Pajar olanda mən öləcəm. Düzdür mən bacı, mən özümə görə şikayət edirəm. Bəlkə yalan eləyəm. Siz nə vaxtdan burada yaşayırsınız? 2001-də almışam. Pilləkənlər hamısı çürükdür. Yəni daşıyıcı orada dvutavr dəmirlər var, hamısı paslanıb artıq təhlükəli vəziyyətə gəlib. Çünki mən öz mənzilimi bərpa eləmək məqsədi daşısam, o məbləğə mən başqa ev ala bilərəm. Yəni ki, tutaq ki, evin içini mən təmir eləyə bilərəm. O balkonu, o daşıyıcı konstruksiyaları mən bir fərdi sakin kimi, fərdi vətəndaş kimi nə cür həyata keçirə bilərəm? Nəsimi rayon İcra Hakimiyyətindən bildirdilər ki, həmin məhəllə aidiyyatı sərəncamla Bakı sarayları MTK-ya verilib. Amma hələ ki vətəndaşlarla söhbət aparılmayıb. Tezliklə növbəli şəkildə söhbət aparılaraq razılığa gəlinəcək.